Yaxşı. Toplu ikincisi uşaqlar 2025 mövzumuz nədir? Tərs trigonometrik funksiyalar. Həmşər kimi tək sayda olanları mən yazıram, 3 sayda olanları siz. Elədir birincisi. Sinus, arc, kosinus kökdə 3 bölü 2'nin altı. Arc, kosinus kökdə 3 bölü 2'miz pi bölü 6'dır. Sinus pi bölü 6, bu isə 2'də 1 var ya. Üçüncüyə baxaq. Üçüncü belə. Arc, kosinus mənfi kökdə 3 bölü 2. Üstə gələk. Arc, sinus 2'də 1. Üstə gələk. Arc, tangens mənfi kökdə 3. İfadəsinin qiyməti var. Mənfi nədir var? Arc, kosinus pi çıxar, pi bölü 6 bu. Üstə gələk. Pi bölü 6 budur. Arc, tangesdəki çıxar, pi bölü 3'də bu. Pi bölü 3. Pi bölü 6'lar gedir. Pi'dən də pi bölü 3. Çıxanda 2 pi bölü 3 gedir. A var ya. Keçək 5-ciyə. 5 belədir dostlar. Deyir ki, 2 arc tangens kök altda 3 bölü 5. Üstə gələk. Arc kotangens kök altda 3 bölü 5. Bunu hesablayın. Biz de bunu nədir hesablayın? 2 olarak bir böləcək. Ben savab var. Arc tangens x'dən, arc kotangens x'in cəmi pi bölü 2. Bu da 2. Bura görürsünüz, eyni argumentlərsə, demək bu pi bölü 2. Bu da cavab pi. Y var. 7-ci. 7'ni də buradan yazıram. Arc sinus. Sinus. Mənfi kökdə 3 bölü 2. Üstə gələk. Arc kosinus. Mənfi kök altda 2 bölü 2. Üstə gələk. Arc tangens kök altda 3 bölü 3. İfadəsinin qiyməti hesablayın. Arc sinus bu mənfi pi bölü 3'dür. Düzdür, üstə gələk. Arc kosinusda pi çıxar, pi bölü 4'dür. Arc tangesdə pi bölü 6'dır mı? Pi bölü üstə gələk, pi bölü 6. Görək nə olur? Bu ikisi pi bölü 3 deməli nə olur bu ikisi bir yerdə? Baxaq görək, 12 gətirində. Bu 12'də yazın. Bu 12 pi'miz. Bu çıxar 4 pi. Çıxar 3 pi. Üstə gələk 2 pi. Görün nə olur? 7 pi bölü 12 zadı var mı elə bir şey? 7 değil mi? 7 pi bölü 12. A var. 9'uncuya baxaq. 9 belə uşaqlar. Arc sinus mənfi 2'də 1. Üstə gələk. Arc kosinus mənfi kök altda 2 bölü 2. Üstə gələk. Arc tangens mənfi 1. Üstə gələk. Arc tangens mənfi kök altda 3. İfadəsini qeydin. Bu mənfi pi bölü 6. Üstə gələk. Pi çıxar pi bölü 4 bu. Sonra arc tangens çıxar pi bölü 4 bu. Düzdür. Arc tangesdim, arc kotangesdim. O sonuncusu hamısı arc tangens. Bu da çıxar pi bölü 3 mi? Pi bölü 3. Mənzil olmalı. Yaxşı, görək olsun. Bax, bu ikisi də pi bölü 2 edir. Bu ikisi də pi bölü 2 edir. Demək, cavab 0 yana. A variantı. Keçirik 11'ə. Gəldik, yavaş yavaş düşündürürüz. Arc kosinus 37 pi bölək 9. Nəyə bərabərdir? 37 pi bölək 9. Düzdür mü? 4 pi istəyəcəniz. Deməli, nə olmalı? O zaman bərabər olur ki, 0 pi aralığından götürürsün. Biz belə edirik. Kosinus 37 pi bölək 9'u yazırıq. Kosinus 4 pi üstə gələk pi bölək 9 ki. Düzdür mü?
4 pi də dövüldü, getdi. Kosinus pi bölü 9 edir. Deməli, biz bunun əvəzinə yazırıq ki, bu arq kosinus pi bölü 9'dur. Bu da elə pi bölü 9'un özüdür. Çünki 0 pi bağlamından nə? D var ya. Yaxşı, vaxtı çatan gedə bilər. 11'dən sonra gəlirik 13'ə. Buraya 13 dənə var. Belə düşər. Sinus arq kosinus kök altda 3 bölü 2 çıxar. Kosinus arq kosinus mənfi 2'də 1 üstə gələk pi bölü 3 ifadəsinin qiymətini hesablayaq. Sinus arq kosinus. Bu sinus arq kosinus pi bölü 6 deməkdir. Çıxar kosinus arq kosinus mənfi 2'də 1'imiz pi çıxar pi bölü 3'dür. Əlavə də üstə gələk pi bölü 3. Bu da bərabər sinus pi bölü 6 çıxar. Bunlar getdi. Kosinus pi. Sinus pi bölü 6 2'də 1'dir. Çıxar. Bu da mənfi 1. Mənfi 1. 2'də 3 veya 1 onda 5 var mı? C. C var. 15'e baxaq. 15 belə. Y bərabərdir sinus arq kosinus x funksiyasının qiymətlər çoxluğudur. Birincisi kotangens-dir. Arq kotangens. Kosinus. Kosinus. Bax, arq kosinusun qiymətlər olmazdır. Neçədir o? Sinus da mənfi 1 aralığında artandır. Düzdür mü? Çünki mənfi 1 mənfi pi bölü 2 pi bölü 2 aralığına aiddir. Bax, burada bu gördüyümüz hissədir. Bax, bu mənfi pi bölü 2. Burada pi bölü 2. Bax, burada sinus artır. Sağa dəqiqlərin nəticəsində gedir. İndi qiymətlər oblastı nədir? Mürəkkəb funksiyadır. Qiymətlər oblastı o deməkdir ki, sinus, bax bu burada artan funksiya olduğu üçün bu aralıqda. Deməli, arq kosinusun ən kiçik qiymətində özünün ən kiçiyini alacaq. Arq kosinusun ən kiçik qiyməti neçədir? Deməli, bunun ən kiçik qiyməti sinus mənfi 1. Ən böyük qiymətində isə ən böyüyünü alacaq. Sinus 1. Belə bir şey var mı? Yoxdur. Yoxdursa ilişmişik. 15 düymü. Funksiyasının qiymətlər çoxluğundur. Qardaş, kosinus mənfi 1. Əgər kosinusun qiymətlər oblastı mənfi 1. Kosinusun təyin oblastı mənfi 1. 0 pi. 0 pi'dir, mənim də çalışdırdım. 0 pi araq. 0 kiçik bərabər. Arq kosinus. X kiçik bərabərdir pi. 0 pi aralığında görürük. 0 pi'də də belə deyək də, bura bax. Sinus nəyi ala bilər? Bura 0'dan pi'yə qədər. Əks istiqamətdə gedəndə sinus ən az neçə ala bilər? 0 ala bilər, 0'dan. Ən çox neçə ala bilər? O pi'də də 0 ala. Ən böyük neçə alır? Burada bir pi bölü 2 var. Ona görə də deməli nə oldu? Sinus 0'dan 0 alır, pi'dən 0 alır, bir də 1 alır. 0-1 parçası var mı? O 100% olmalı. Yaxşı, keçək 17'yə. 17. Yanlış da bir naxış. Olmasa dərsiniz maraqsızdır. Kosinus arq tangens mənfi 2 ifadəsinin qiymətini tapın. Birinci başlayırıq, qaydanı sizə demişdim. Arq tangens
mənfi 2-ni bir alfa ilə işarə edir. Düzdürmü? Bu dönür olur kosinus alfa. İndi buradan alırıq ki, tangens alfa bərabərdir mənfi 2. İndi tangensə görə biz kosinusu qiymətləndirməliyik. Ne olur? 1 üstə gələk tangens kvadratı alfa 1 bölək kosinus kvadratı alfa edir. Düzdür? Buradan da alırıq ki, kosinus kvadratı alfa bərabərdir 1 bölək 1 üstə gələk tangens kvadratı alfa. O da bərabərdir 1 bölək 1 üstə gələk mənfi 2-nin kvadratı. Bu da 5'də 1. Deməli, kosinus alfa bərabərdir da tangensdə mənfi pi bölək 2, pi bölək 2 aralığında olduğu üçün burada kosinus həmişə müsbətdir. Deməli, 1 bölək kök altında 5'dir. Doğru cavab 1 bölək kökdə 5 və ya kök altında 5 bölək 5. B var ya. Yaxşı, 19'a keçək. Aylaha, niyə getirsən? 19 belə. Deyir ki, bu da çox maraqlıdır. Köhnə sual. Bir bərabər 8 bölək pi arq kosinus 2 üstə gələk 7 çıxaq 5 funksiyasının qiymətlər çoxluğunu tapır. Arq kosinusun kərəsində. Arq kosinusun qiymətlər çoxluğu 0 kiçik bərabərdir. Arq kosinus 2 üstə gələk 7 kiçik bərabərdir pi. Düzdür? Biz bu bərabərsizlikdən istifadə edərək bunu qiymətləndirməliyik. Bərabərsizliyin hər iki tərəfini müsbət 8 bölək pi-yə vurur. İşarə dəyişmir. 0, 0, onsuzda 8 bölək pi. Arq kosinus 2 üstə gələk 7 kiçik bərabərdir 8 bölək pi-yə vuranda 8. Çox gözəl. Bir də 5 çıxırıq da hər tərəfə. Mənfi 5 kiçik bərabərdir 8 bölək pi. Arq kosinus 2 üstə gələk 7 çıxaq 5 kiçik bərabərdir 5 də çıxanda 3. Deməli, qiymətlər oblasında mənfi 5, 3 bölüm varmı? A variantı. 21'ə baxaq. 21. Bir də belə. Arq tangens x bərabərdir arq kosinus 5'də 4 bərabərliyindən x-i tap. Nətər eləyək onda? X bərabərdir tangens arq kosinus 5'də 4. Düzdür? Arq kosinus 5'də 4'ü bir alfa ilə işarə edir. Onda bu dönür olur tangens alfa. Buradan da alırıq ki, deməli kosinus alfa tərs funksiyanın tərifinə görə 5'də 4. Kosinus alfa 5'də 4 isə avtomatik kəliyyətdə sinus alfada 5'də 3'dür. Onda tangens alfa bərabərdir. Yox, amma 5'də 4'ü biz onsuz da müsbətlə veriyik də. O fikirləşin bizə dəqiqə. Tangens mənfi pi bölək 2 pi bölək 2-dədir. 4-cü və düşərlər. Çox güman ki, burada mənfi nəzərə alın. Həmin an fikirləşən mi? 5'də 3 bölək 5'də 4. Bu da 4'də 3. 4'də 3. Deməli, cavab 4'də 3 var mı? 4'də 3 B var ya. Bu da belə. 23'ə baxaq. Görək 23'də nədir? 23 belə. 3 bölək pi arq kosinus mənfi kök altı 3 bölək 2. Üstə gələk arq sinus kök altı 3 bölək 2. Üstə gələk arq tangens 1 bölək kök altı 3 ifadəsinin qiymətini hesab. Onda belə 3 bölək pi arq kosinus pi çıxaq pi bölü 6. Düz deyirsən? Üstə gələk. Bu da pi bölü 3'dür. Üstə gələk pi bölü 6'dır.
1 bölək 4-dür. Pi bölək 6-dadır. Pi bölək 6. Bunlar getdi. Onda 3 bölək pi vuraq. Bu ikisini toplayanda 4 pi bölək 3-dədir. Ne olur onda? 4 var mı? Yoxla da kimdə? 25'e baxaq. Görək 25'də nə var? Mövzuyu biləndən sonra toplu işləməyə nə var? 25. 25 də belədir bu. Mənim möhkəm tutular. Get yat. Yat tərə. Arc tangens 31'dir deyəsən. Sonra bu nəsə xoş görünmədi gözümə. Sinus arc sinus 0,2 veya kotangens arc kotangens 29 da bu. Beraber. Böyle şimdi burada mənfi sonsuz, müsbət sonsuzdur. Hər ikisində heç bir 31 üstə gəlir. Bu mənfi bölək aiddir mi? Yox, ancaq arc sinusunki mənfi 1-1. Mənfi 1-1 aiddir mi? Aid. Üstə gələk 0,2 üstə gələk. Bu da ki 29. 60,2 var mı? Yaxşı. 27. 27. 27'de nədir? Bu da maraqlı sual oluşur. Fx bərabərdir 3 arc sinus x çıxaq 3 bölək 2 üstə gələk 4 arc tangens kök altında x çıxaq 3 funksiyasının təyin olası AB aralığı olarsa AB hasilini tapın. Arc sinusun ki mənfi 1-1 parçasıydı, düzdür? Deməli, onda bunun təyin olsun. Mənfi 1 kiçik bərabərli x çıxar 3 bölək 2 kiçik bərabərli 1. Arc tangens mənfi sonsuz, müsbət sonsuz intihası bu da var da. Kök altında x çıxar 3 böyük bərabərli 0 olmalı. İndi baxaq görək. Bunu vurdum 2'ye. Mənfi 2 kiçik bərabərli x çıxar 3 kiçik bərabərli 2'dən. Buradan da x çıxar 3 böyük bərabərli 0. Və bu deməkdir ki, bu 0-dan 2'nin arasında orada 0 kiçik bərabərli x çıxar 3 kiçik bərabərli 2. 3 də gələndə 3 kiçik bərabərli x kiçik bərabərli 5. Deməli 3 5 parçasıdır. A, B'dəki 15 eləməli. Elədir məsələ. 29'da görək nə var? 29. 29 mənə yaxşı olmayan bir şey. Ulaşdırma. Birincisində y bərabərli sinus x, ikincisində y bərabərli arc kosinus x, üçüncüdə y bərabərli arc tangens x. 1, 2, 3. Işığı mən tez-tez keçirirəm. Təyin olması mənfi 1, 1. O 2'ye aiddir. A variantı. A. Deməli, qiymətlər çoxluğu mənfi pi bölək 2, pi bölək 2. Bu 3'ə aiddir. B. Sonra qiymətlər çoxluğu mənfi 1, 1 parçası. O 1'ə aiddir. C. C 1'ə aiddir. Qiymətlər çoxluğu 0 pi parçası. Bu buna aiddir. Arc kosinusa aiddir. D 2 idi mi? D 2'ye aiddir. Qiymətlər çoxluğu mənim sonsuz, müsbət sonsuz. Bu da buna aiddir. Yox, bu qiymətlər çoxluğudur. Yox, o çalışdır. Bunun qiymətlər çoxluğudur. Bunun təyin olması. Bunun qiymətlər çoxluğu mənim bu bölək aralığıdır. Bu düzgün. Ona görə də səyət yoxla da hər ehtimala insan amili. C-A-D-B. C-A-D-B. Yəni, diqqət məsələsi özümüzdə qaldı.
Həmin oldu. 31 də belə. 1 təkdir, 2 cüddür, 3 nə tək, nə cüddür. 1, 2, 3. Kosinus x. Cüddür. Züdd, təklərini də olacaq. A, sinus x. B, tək. C, bir ay. Tangens x. Züdd deyim. Tangens x təkdir. Kosinüsünə təkdir. Bəli. C deməli təkdir birinciyə. A, kosinus. Məltə ilə heç qalmadı. D axırıncıdır. X vuraq kotangens x. Nədir bu? Cüddür tək. Niyə? Mənfi qoyun da geri. Cüt olur da, bəli. X da mənfin qabağa çıxarır, kotangensdir. Y deməli Hasan aid oldu 2-yə. Səhət yoxlar. BC A7. BC A7. Deməli 33 bu sonumuz olacaq. Birincisi. Y bərabərdir. Pi üstə gələk arc sinus x. İkincisi. Y bərabərdir. Həyəcanlanmayın. Kosinus kök altda x. Üçüncüsü. Həyəcanlansanız bir qoyma beşləyək. Arc tangens x. 1, 2, 3. Funksiyanın təyin oblasti 0 müsbət sonsuzluq aralığı. Məncə tangens. Tangensin təyin oblasti mənim sonsuz, müsbət sonsuz. Mənim sonsuz ona görə deyil ki, buradan mənfilsizdir, o olmaz. Deməli, onda 0 müsbət sonsuzluq A düşünürəm ki, 3 sayıdır. Funksiyanın təyin oblasti mənfi 1 parçası. Təyin oblasti bu deyil. Təyin oblasti B1 aid. Sonra, funksiyanın qiymətlər çoxu 0 pi bölə 2 parçası. A, kosinus 0-da 0, bu görətini 1-də də qiymətlər çox olur deyirik də. Niyə 0 pi bölə 2? Çünki bizə dəqiqə çalışdım da olur. Kosinüsün təyin olmasa, kosinüsün qiymətləri çox. Yəni olsun 0 pi olmalı, 0 pi olur. 0 pi olur. Çünki o mənfi qiymətlərdə biz pi çıxartmanı edirik də. Mənfi davam verir. 0-dan 1-ə qədər olan hissəsində də 0-dan 1-ə qədər kosinüsün. Bax, belə. 0-dan 0 pi bölə 2 idi, bu da 1-dir. 0-1 parçası buradır. Məncə 0 pi bölə 2 düzdür. S hansına aid oldu? S2'ye aid. Pi bölə 2, 3 pi bölə 2, o bu olacaq. Birinci D. Sonra, funksiyanın təyin var 0-1. Düzdür mü? İkinciyə aiddir, Y. Səyyat yoxlar. BD, SY, A1. Qaçın buradan çıxartmazsınız.